Peyğəmbər vəfat elədi, Həzrət Əli əleyhissalam dəfn işi ilə məşğuldur. Niyə görə? Gedə bilərdi orada, o da siyasi oyunlarda iştirak eləyərdi, öz işlərini görərdi, deyərdi elə Allaha görə eləyirəm, amma Həzrət Əli dayanıb kənarda görə cəmaat nə eləyəcək? Xanım Zəhra deyir ki, məsəlül imam kəməsəlil Kəbə. İmam Kəbə kimdir? Oturmalıdır, gəlməlidir. Hə, sən otur görüm gələcəklər. Ax, o birilər ovlayır yolda. O birilər hər variantla aparır. Təlhə Zübeyrin hadisəsində ki, gəlirlər Həzrət Əliyə deyirlər ki, bizə Beytülmaldan pul ayır filan. Onlara deyir ki, dövlət işi üçün gəlmişsiniz, şəxsi iş üçün o şamı söndürür, bu şamı yandırır. Bunlar baxır, deyir, biz milyonların söhbətinə gəlmişik, bu şam söhbəti eləyir. Bundan bizə yar olmaz. Gedirlər. Gedəndə deyir, hara gedirsiniz? Deyirlər, bir neçə müddət sonra çıxırlar. Bu da xəlifədir. Hara gedirsiniz? Deyirlər, ümrəyə gedirik, Məkkəyə. Ümrə eləmək istəyirik. Həzrət Əli deyir ki, ümrəyə getmişsiniz, fitnə yaratmağa gedirsiniz. Yaxşı, fitnə yaratmağa gedirlər, tut öldür də. Hansı hakim buraxardı onları şəhərdən? Hansı hakim buraxardı? Deyəsən, avamdır, bilmir, bilir, dili ilə deyir. Biz ki, avam əstəğfurullah saymırıq, indi obyektiv təhlil deyir dili ilə ki, bilirəm ki, hara gedirsin. Amma zorla, yolda tutub öldürməklə, şeyləməklə olmur. Rəqibləri bu şəkildə. Bu imamət siyasətidir. Bu vilayət siyasətidir. Bunu başa düşmək üçün 1000 ildir fürsət verilir, insanlar başa düşmür. Bunu adi qaydalarla izah eləmək mümkün deyil. Ona görə də müştərisi az olur.